qeydilərin 6-cı mübadilə və inkişaf proqramı bizim təşkilatlar tərəfindən çox yüksək qiymətləndirilir. Nə baxımdan yüksək qiymətləndirilir? Bu, həm Şuşada keçirilməyi bir əlamətdar hadisədir. Çünki böyük qələbəmizdən sonra Şuşada təşkil olunan hər bir tədbir gözəldir, hər bir tədbir yüksək səviyyəlidir və bu həm də təşkilatların bir-birini tanıması, bir-biri ilə şəbəkələşməsi baxımından çox önəm daşıyır. Bu baxımdan gördüyünüz kimi Şuşada bugün təşkilatların hər birinin bir-biri ilə sıx münasibəti, sıx əlaqəsi və bu təlimlərdən yararlanması ön plandadır və mən inanıram ki, təşkilatlar buradan bizlə bərabər, bizim həmkarlarımız ən yüksək təəssüratlarla ayrılırlar. Çünki buradan həm biliklər əldə edirlər, həm Şuşanın ab-havasını bir daha hiss edirlər və bundan sonraki təlimlərdə, bundan sonraki fəaliyyətlərdə də aktiv iştirak edəcəklər. Həyata keçirdiyi layihələrdə hər bir təşkilat bu təlimlərdən, bu inkişaf proqramlarından əldə etdikləri, mənimsədikləri bilikləri tətbiq edəcəklər.